Değerli Avtoamerika saytının izləyiciləri, hər birinizi salamlayıram. Bugün sizlərə yeni bir avtomobilimizi təqdim edirəm. Buyurub baxa bilərsiniz. Hyundai Elantramız 2020-ci ildir, servis variantıdır. Kanadadan alınıb, artıq yoldadır. 2022 sadə Dodge mühərrikdir. Avtomobil saz vəziyyətdədir. Bir arxa qapısında gördüyünüz kimi zədə var. Yüngül zədədir, düzələn, təmir olunandır. Avtomobilimiz Polno full versiyasıdır. 2 motorun Polno full versiyasıdır. Açarsız daxil olma, monitor, lüktür, panorama lüktür və digər təchiz olunmuş funksiyalardan ibarətdir. Avtomobilimizin gördüyünüz kimi ancaq indiki qəzasıdır. Bütün texniki cəhətdən yoxlanışdan keçirilib. O yüzden heç bir qəza indiyə qədər şirindən başqa olmayıbdır. Saz vəziyyətdə sizlərə təqdim edirik. Avtomobilimiz artıq yoldadır. Tezliklə Bakıda olacaqdır. Gördüyünüz kimi avtomobilimiz 124 min kilometrlə yol gedib. Bu servis variantıdır deyə, bu millə deyil, kilometrləndir. Avtomobilimizin əlavə informasiyası lazım olsa dostlar bizə müraciət edirsiniz. Bu avtomobili 124 min kilometrdədir, 2 mühərrikdir, avtomatik transmisiyadır. Bakı təhvili sizlərə 7800 dollara təqdim edirik. Buyurub maraqlanan olsa, buyurub bizlərə müraciət edə bilər və bundan əlavədə sizə xatırladım ki, Amerika, Koreya, Çin və digər Avropa ölkələrindən hər növ avtomobili bizim vasitəmizlə sifariş edə bilərsiniz. Ona görə də hər birinizin yolunuzu gözləyirik. Bizim ünvanımız Patandart Maşın Bazarı, Avtosalon 23-dür. Yaxınlaşa bilərsiniz. Bütün səhifələrimizdə əlaqə nömrələri və ünvan adresimiz var. Buyurub yolunuzu gözləyirik ki, yaxınlaşıb bizim vasitəmizlə istədiyiniz avtomobili aksiyonlardan sifariş edə bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Dostlar, bu videoya baxdıqsa bəyənib paylaşmağı unutmayın. Çünki əzizləriniz, dostlarınız avtomobil almaq istəsə müraciət edə bilsinlər. Sağ olun.